Bugün sizə oliqarx villası təqdim edirəm. Hörmətli izləyicilərim, sadəcə bu villaya baxın, balet eləyin, görün necə gözəl dizaynlı villalar var. Kimə qismət olacaqsa Allah indidən təbrik edirəm o alıcımı. Keçək villanın içərisindən, amma keçə-keçə sizə çox vacib bir məlumatı deyim ki, bura bilirsiniz haradır. Mən belə deyəcəm, Razin qəsəbəsi hər kəsin bildiyi, Razin qəsəbəsi ilə Qaraqarev arasında xüsusi bir Yavər Əliyev küçəsi var ki, burada villalar var. Hamısı villadır. O küçədə yerləşir, çox prestijli bir küçədir, dəyəri yüksəkdir və burada elə-belə evlər gördüyünüz kimi yoxdur. Bugün sizə təqdim etdiyim, satışa çıxartdığım bu villa elə yerindən təmiz tökmə mərmərindən görürsünüz ki, keyfiyyət nişanəsidir. Qoşa qala qapısından və ağla ilə üzlənilmiş bütün divarları adamı məhs eləyir, valeh eləyir. Həyəti ilə tanış olmağa davam edək, sizə göz masajı təqdim edirəm, dəyərli izləyicilərim. Bura qış mətbəxi, manqalxanası, qış olduğu üçün yığıldığına görə yaya aid olan əşyalar, mən sizə açıb oraları göstərməyə lüzum bilmirəm. Siz zaten zahiri görünüşdən gördünüz ki, nə var, nə yox. Məsələn, orada İtalyanski bir kateni sistemi salıblar, boiler sistemidir o otaqda. Bizim bu villalarda belə şeylər olur deyə onu sizə xüsusən göstərməyə lüzum bilmirəm. Zövq nişanəsi, bəli. Qış mətbəxi, yer isti, tarset altından isti pol, vitraj pəncərə və burada da gözəl bir mətbəxlə studiya zalın qış üçün nəzərdə tutulmuş, hər tərəfdən açılıb bağlanan bir qonaq otağı. Bu həyətində olan şəraitdir villanın. Əgər həyəti belədirsə, görün evin içi nədir. Gedəyimi tanış olmağa, çox intizarlı saxlamayayım da sizi. Gəlin. Gözəllik qarşısında adam valeh olur, buna deyirlər. Klassika İtalyan bir villasıdır, İtalyan saraylarına oxşuyur. Bura giriş hissəsidir, hol hissəsidir. Girən kimi dəyərli izləyicilər, mətbəx var, yataq otaqları və geniş bir zal. Qarşıda da qızılı rəngində lifti var. O liftlə qalxıb yuxarı mərtəbələri yataq otaqlarına baxacağıq. Mən sizi yataq otağına dəvət eləmək istəyirəm. Kim deyir, klassika adamı yorur falan. Vallahi tam səmimiyyətimdən deyirəm. Mən çox evlərdə oluram, bilirsiniz ki, ən gözəl evlərdə oluram. Amma İtalyan klassikanın insana verdiyi o özgüvən var da, Samatçenka deyirlər ruslar. Onu modern evlər vermir. Modern evlərdə insan biraz daha belə, sağda deməyək də, biraz özgüvəni zəif olur, aşağı olur. Bu, bagat bir evdir. Fikir verin bir dənə bu masanın gözəlliyinə. Bu masa bu evə necə gözəlliyi verir və ev də masaya o gözəlliyi qatır. Yerdə olan o Avropanın paraketi, buradan təmiz səsinə baxın. Yəni, badilika söhbəti yoxdur bu evdə. Sütunlar olsun, pərdələri, divanı və burada klassik bir telefonu. Dizayner, çox gözəl dizayn olub, sahiblər çox zövqlüdür. Kim alsa, bəhbəhlə yaşayacaq. Bəli, bura villanın zal otağı idi. İndi keçək digər otaqlara. Ümumi koridorda olan hamam otağına baxış keçirdək. Bura villanın mətbəx zonasıdır. Dəyərli izləyicilərim, Allah canlarını sağ eləsin. Çox qonaqpərvər bir izləyicimdir. Gözəl süfrə açıblar. Mən pəhrizli olduğuma görə liftdən istifadə edib aşağı düşmürəm. Gəlin aşağı düşək, sizə də məsləhətdir. Gündə biraz plekanla gəzin ki, qarın hissəsində mədə yağları ərisin. Ay Allah, mən burada nə görürəm? Mən gördüyümü siz də görürsünüz, dəyərli izləyicilər. Bu başqa bir şeydir, bu gözəldir. Burada olan, mən bir dənə Patamdaqda da bir villa çəkmişdim. Ona sahibinə salam olsun buradan. Bax, həmən konseptə yaxın bir konseptdir. Bunun hovuz hissəsi böyük idi, onun isə çərx hovuzu var idi. Əziz izləyicilərim, görünən köyə nə bələdçi. Hər şey yüksək səviyyədən, istirahət zonası, TV studiya zonası,
isti hovuz, sauna zonası, duşavoyu və burada buna hünər lazımdır, dəyərli izləyicilər. Çıxırsan saunadan, yəni buna hünər lazımdır o çəkməyə. Adam rəsmən burada, yəni bu dünyada cənnəti yaradıb özü üçün. Bəli, bu dünyanın cənnəti budur, dəyərli izləyicilər. Allah o birisi dünyanın cənnətini də hamıya nəsib eləsin. Bütün divarların tavan Veneçenkadan istifadə edirlər və mərkəzi havalandırma sistemi var. Və burada gözəl bir far lüstru. Bundan əlavə bir dənə burada çox möhtəşəm sensor yaxınlaşanda əl izi ilə açılır, bağlanır ki, siz idman zonasına girə biləsiniz. Və lift. Qalxaq liftdən ikinci mərtəbəyə, yataq otaqlarına baxaq. İkinci mərtəbədəyik. İkinci mərtəbənin aurası həyat, dəyərli izləyicilər. Bir dənə 360 dərəcə operator sizə görsətsin. Liftdən çıxırsan, insanı o işıqlandırma, divarlarda olan teksturalar, rəng tonları, həyat. Onu izah eləyəmirəm deyir, anlatılmaz yaşanır ha. Həmən o evdəyəm də mən. Burada yataq otaqlarına bölgü var. Birinci sizə zal otağını təqdim edeyim. İkinci bir zal otağıdır. Eyni klassikanın başqa bir rəng tonlarından istifadə olunub, əşya olsun, divar kağızlar olsun. Xüsusi bir gözəlliyi qatır, lüstrların bir dənə səviyyəsinə baxın, dəyərli izləyicilər. Hər biri adlı sanlı bir maşında asılıb göydən. İndi sizə növbəti otağa keçək. Yeri gəlmişkən, bu evdə hər şeydən 2 dənədir. 2 mətbəx, 2 zal var. Bura növbəti bir yataq. Özünə uyğun olaraq İtalyan mebeli ilə təchiz olunubdur. Balkonu da var. Brend elektronikalar. Çox gözəl. Yataq otağı içində hamam otağı. İkinci mərtəbəyə tanış olandan sonra qalxaq üçüncü mərtəbəyə. Bizi nələr gözləyir? Üçüncü mərtəbədə olan proyektlə tanış olaq. Otaqlara bölgü, yataq otaqları. Bu birinci, üçüncü mərtəbənin birinci yataq otağı. İkinci yataq otağı geniş, rahat, ferah, içində hamamı da var və eyvanı da var. Üçüncü yataq otağı, eynən qarşı tərəfə baxışı və taclara layiq, sultanlara layiq bir dekorasiya ilə yatağı təchiz ediblər. Dubayın şeyxlərinin evi yoxdur, belə sizə deyim, dəyərli izləyicilər. Bu lap belə, lap əndərabazı evi daha, ləzzət elədi mənə. Burada isə növbəti bir yataq otağı, eynən də eyvana çıxış və daxilində qardırob otağı, markalar, qadın çantaları, xanımların ən slavı yeridir də. Gucci, Fendi, ondan super bir şey. Zinət əşyaları üçün yer, bura jacuzzi vannası və hamam otağı, lüks. Əgər sənin belə bir villan varsa, nə işin var restoranda filan? İnsan buradan çıxmaz ki çölə. Düşün, hər bir şəraitin var və sən nə işin var çöldə bayırda? Bir dənə şəraitə bax. 4-cü mərtəbənin istirahət otağı, bar stoykası, 30 nəfərlik burada geniş qonaqlar üçün əyləşmə imkanı, yenə televizor zonası, istirahət zonası, eyvana çıxış, birbaşa özün səviyyəndə olan insanlara, evlərə baxırsan, motivasiyan da yüksəlir. Daha sən nə lazımdır bu dünyanın cənnətini yaşamaq üçün? Heç nə. Əziz izləyicilərim, mən sizə hər şey göstərdim, qoy fikirləşim. Qaldı nəsə uşaqlar? Məncə qalmadı. Qiyməti qeyd eləmişəm. O qiyməti qeyd eləmişəm. Kimin imkanı, gücü çatırsa o imkana, bu evə zəng eləsin. Danışaq, sadəcə danışaq. Sənət də kupçadır. Sağ olun, var olun. Allah hamımıza qismət eləsin.